Nənə yorulmuyorsan. Çox sağ ol Vasif, Allah razı olsun. Neyinsən? Bax görürsən, süd keşiş yığıram. Gör nə qəşəng süddür. Təzə tər, doğğa üçün. Keşiş də yığım, bəzi otlar. Saplağı da nazik qəşəng. Hə, çox qəşəng. Dadı üstündə. İndi yığay biraz da. İndi burada keşişdir, keşiş də yığım. Salam, hər vaxtınız xeyirli olsun. Bugün sizlər üçün Göyçayın təbii otlarından hazırlanmış, təbii qaymaq kimi qatığından hazırlanmış. Şef bir dəqiqə Doğal gözlə. Üzvə işıq düşmür, nəsə bir dəqiqə. Özüm işıq verirəm ora, özüm işıq. Hə. Hə, yaxşı. Sigaraba düşərsən də odun içinə kəpdir. Yaxşısan belə. Yaxşı. Danış. Yo, belə kök göründün. Danış. Bugün sizlər üçün bayaq da qeyd etdiyim kimi daş kimi, kərpic kimi qatıqdan doğğa hazırlayacağıq. Və düzdür, yanında ağır yeməyimiz də var. Manqal saltı da hazırlamışıq. İndi doğğa ilə lap qəşəng olacaq. Burada deməli göyərtlərimizdən nənə hansına yığmısan gəldi ilə görüm. Bayaqdan mən Göyçay doğğası. telefon şarj icadı deyirdin. Cəgən nə? Biri əvəlidir. Bəli, budur. Hə, əvəlidir, nanədir, şüyü. Nanədir, burada keşniş, şüyüddür. Pambıq kimi Bir deyir. də carc. Carc yoxum, amma caş. Carc. Şarj, telefon şarjı. Yox, şarj deyil, carc deyirlər. Amma indi bilmirəm başqa yerlərdə nə deyirlər. Hə, gəl nənə. Bir də qazanı belə qara görüb deməsinlər ki, niyə qaradır. Qazanı da fer ilə biraz qum sürtürük ki, yuyanda tez getsin. Qaymağa bax, görsən? Daş kimi qəşəng, sapsarı qaymaq. Bilinir ki, kənd qaymağı. Nənə, bunu sən həvalə elə, başda özün düzəltməyə. Göyərtlərini mən sənə kömək edib doğrayacağam, narahat olma. Ayşə bunu qarışdır, açılsın. Çünki çoxdur. Orada hardasa 5-6 litrə qədər qatıq var. Hə. Özdə 5-6 litr qatığı biz neçə almışıq? 3 manat. Rayon yeri elədir. Hə, bax bunu biraz verləyən kimi açılır. Düyün qalmamalıdır içində. Hə, yaxşı olar şöyle unu da tökək içinə. Hardasa 2 yemək qaşığı undur. İki dənə də kənd yumurtası. Nənə, Hə. 150 qram da yumru Düyü, düyü. hə, yumru əlavə düyü. edirik. Əlbəttə ki, öncədən yuyulur. Buna indi su Yox, o əlavə qədər edirik. çal ki, yumrular içində qalmasın. Yumrular Qalmayacaq, qalanda Bax, biraz hə, çürüyə bilər. Qəşəng biraz da çal suyun qatay. İşte, sən sözündən çıxmaq olmaz. Hə, səsinə bax. Hə. Altı litr qatığa hardasa 2 litrə qədər su tökürük. Biraz bir yana ver də, o boşluq buraxır. Nənə, oxluqla qarışdırsan? Hə, yadıma uşaqlığım düşdü. Bəs biz uşaqlıqda oxluqla eləyirdik. Həm taxtadır deyə, həm də hündürdür də, maraqlıdır. Vasif, mən bunu qarışdırıram. Sən də bir zəhmət çək, göyləri doğra. Yaxşı, nənə, yaxşı. Çünki sən göyləri yaxşı doğrayırsan. Da bu zəhməti mən çəkirəm də, odun qabağında mən qalım. Sağ ol, nənə. Yəni də kənddir, şəhərdir, fərqi yoxdur. Həmişə harayıma qaçmısan. Allah köməyin olsun. Çox sağ ol, ürəyim. Allah razı olsun. Burada tez qaynayacaq ya. Çünki o qaza şəkin getməsin. Yəni ocaqda daha tez qaynayır. Yox, şəkim getməz nənə. Sən nənəni lağ elə. Biləm aynara, quşdan elə səsi gəlir. Adam heç özü danışmaq istəmir ki, adamın öz səsi özünə ağırlıq edir. Hə.
Axşam inəklərin səsi, səhər də quşların. O arada odun doğrayanlar var ya. Hə. İstəyirəm cəm alım onların əlindən. Nə odun doğramır? Özlərini doğrayım. Bir də görsən səs gəlir, nə Odun deyirəm? doğramırlar, motor səsidir, ot biçirlər. Hə. Sən elə odun doğrayırlar. Hə. Yox, ot biçirlər. Başım qaçıb kənddə yeyib içməyi nə bilim mən. Hə, qabaq o keçmişdə oraqdı, nədir, onunla biçərdilər, səs gəlməzdi. İndi motorla biçirlər deyə motor səsi gəlir, sən də elə odun doğrayırlar. Deyirəm doğrudan o qazan şey olmur, bu qaralmır. Fikir ver, ağ İndi qalır. suya dəyən kimi yuyulacaq da, təmiz olacaq. Feri ilə eləmək çox yaxşıdır. Feri deyəndə ümumiyyətlə qap şampunu vurursan, biraz qumla. Nə qədər qaralsa da yuyanda 2 dəqiqəyə gedir. Heç nəysə, mən gedim göyləmi doğrayım. Get doğru. Mən indi başlayıram bu şarjdır, cajdır, nədir? Sağ. Hə. Bunda əgər iri çöpləri varsa və saplaqları əgər varsa, onları çıxarmaq lazımdır. Ondan sonra doğramaq lazımdır. Bizdə olanlar çox da böyük deyil. Bütün göyərtilər doğrayandan sonra bir dənə qaldı nanə. Nanəni də çarşın çöpləri ilə, saplağı ilə bir yerdə doğramayın. Bunları bir-bir belə dənləyirik. Yuxarı hissələri olsa olar. Bu saplaqların çarşın istifadə eləməyin ki, ağzınızda narahatçılıq yaratmasın bişəndən sonra. Nənə nə xəbər ay nənə? Az qalır. Hə, uca üstü çıxır, indi birazdan qaynayar. Hə, nənə. Ay canım, Are you ready? qaynayır. Nə? Hazırsan? Heç bir şey. Deyirəm hazırsan. Hazırdır, hə, qaynayır. Yavaş-yavaş gömdük. Corabım yandı nə? Sən bu istə necə də yanılmışsın? Gör neyniyim. Qoymuşam da, ayağım Aynen, yanmasın. Bunlar çox bilmişliyindir. Hə, bilirəm elə valla. Amma duzun indi tökmür ya. Duzun yarım saatdan sonra yerə qoyarıq. İndi noxudunu da tök. Pişmiş noxudları da əlavə edirəm. Yəni noxud istidir var, indi bişib. Tüysü də qəşəng bişib olsun, düzdür nə? Hə, pişdi. Göylər tam bişməsin deyənə. Yəni çox əzilməsin deyə götürürəm ocaqdan. Ya Allah. Biraz soysun. Hə, dostlar, doğamız qəşəng soydu. Duzunu da vururam. Qarışdıraq. Dibindən də götürüb servis eləyək ki, noxudu da düşsün. Burada Göyçayda adətdir. Doğanı belə əkimiş tərə soğanla yeyərlər. Düzdür nənə? Elədir. Nənə əllərinə sağlıq. Nuş olsun. Doğrudan çox qəşəng. Həyət göyündən lap qəşəngdir.
İnanılmaz. Qatığın özü də dadlıymış. Hazırlayan kəsin nuş olsun dostlar. Allah'a emanet olun. Göğe də belə köçəli hara gedir.